Salam hörmətli tarix sevərlər, abituriyentlər. Bugün sizə 11-5-ci ay 2025-ci il 11-ci sinifin OTK sınavının izahatını verəcəm. Diqqətli qulaq asalım. 31-ci sual 1699-cu ildə Osmanlı dövləti, bu 1684-cü ildə Osmanlıya qarşı müqəddəs birlik yaranır. Və 1699-cu ildə Osmanlı ilə ən ağır sülh müqaviləsini bağlayırlar. Bu müqavilə Karlovitsa sülhüdür və Karlovitsa sülhünə görə də Osmanlı dövləti Avropada xeyli ərazilərini itirir. Doğru variant B variantı. Prut müqaviləsi 1711-dir. Krım xanlığının müstəqilini tanıdı 1774 Kiçik Qaynarca sülhündə. Rusiya Qara dənizə üzmə hüququ verildi 1791 Yassı sülhü. Səfəvilər dövlətinin mühüm ticarət yollarını işğal etdi. Bu 18-ci əsrin əvvəllərindədir. Deməli, cavabımız B variantı. Növbəti 32-ci sual. Qərbi Roma imperiyasına fərqli olaraq Bizans 395-1453-cü illərdə mövcud olub. Qərbi Roma 395-476-cı illərdə mövcud olub. 395, 476, 395, 1453. Bizdən Bizans istəyir. Təbii ki, Bizans Qərbi Romadan fərqli olaraq Ərəb xilafəti ilə müharibələr aparıb. Burada məntiqi cəhətdən də bilmək olar ki, Ərəb xilafəti 630-cu ildə yaranıb. Həmin vaxt Qərbi Romaya düşmür. Yəni, Şərqi Romaya ərəblərlə Bizansın müharibəsinə düşür. Doğru variant B. 33 Şirvanşahlar Teymurilər dövlətinə aid oxşar xüsusiyyətləri tapmaq müəyyən olunur. Türk mənsəli sülalə tərəfindən əsası qoyulub. Şirvanşahlar ərəb mənşəlidir. Ona görə biz biri çıxırıq. Qaraqoyun dövlətinin hücumlarına qarşı mübarizə aparılması, bəli, Şirvanşahlar 1412-ci ildə Qaraqoyunlarla toqquşublar Kür döyüşü. Necə də Teymurilər Qaraqoyunlarla 1400 deməli dövlətlə desək 1421 Alaşkert və 1435 Təbriz döyüşləri ikini götürək. Müəyyən müddət Təbrizdə hakimiyyətin ələ keçirilməsi, bəli, 1-ci İbrahimın dövründə 1406-cı ildə 1406 Teymur da Azərbaycana yürüşü 1386 ilə 92-ci ildə deməli daha doğrusu 86-cı ilə gələndə bəli Təbriz ələ keçirmişdi. Əlincə qalasından başqa bütün torpaqları tutmuşdu. Doğru variant 3. 2-3 B variantı. 34-cü suala baxalım. 1920-ci ilin yayında hərbi qüvvələrin Naxçıvan ərazisinə daxil olan dövləti xəritədə müəyyən edin. Burada 2 Rusiya, 3 Osmanlı, Veysəl bəyin başçılığı altında Naxçıvana daxil olublar. Erməni qırğınlarının qarşısını almaq üçün. Eləcə də Rusiya isə Osmanlının daxil olmasından sonra deməli Naxçıvana daxil olublar. Doğru variant 2 və 3. Burada 1 İngiltərə, 5 Fransa, 4 isə İtaliyadır. Davam eləyək 35-ci sualdan. Bizdən tələb olunur 15-in 70-ci illərdə Moskva knyazlığının Ağqoyunlu dövlətinə elçi göndərməsinin məqsədləri. 1475-ci ildə göndərib 3-cü İvan Moskva dövlətinin nümayəndəsi kimi Qızıl Ordu dövlətinə qarşı ittifaq yaratmaq bir də iki dövlət arasında ticarət əlaqələrini genişləndirmək, amma baş tutmamışdı. Deməli 1-2. Bu da Y variantı. 36-cı sual. Sentyabr 2023 antiterror əməliyyatından sonra işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən tədbirlərə aiddir. Burada bir fikir vermək lazımdır. İşğaldan azad edilmiş torpaqlarda, məsələn, Y variantını çıxırıq. Çünki metropolitenin 8 noyabr stansiyası Bakıdadır. Ona görə Y variantı çıxır. Bizdə işğaldan azad edilmiş torpaqlarda deyir. Xudafərin körpüsü üzərində Azərbaycan bayrağının sancılması, bu
2020-ci ildədir, oktyabrın 18-i. Füzuli Beynəlxalq Hava Limanının açılışı 2021, Hərbi Qənimətlər Parkı 2021-in apreli, Xankəndidə Zəfər Paradı 2023-ün noyabr ayındadır. Doğru variant D variantı. 37-ci sual. 1905, 11, 17, 20, 41, 46 bu Cənubi Azərbaycana aid suallardır. Təbrizin Demokratik Hərəkatının mərkəzinə çevrilməsi 4-də burada A gedəcək. Xiyabaninin Qacar hökumətindən muxtariyyət tələb etməsi 2-yə gedəcək. 1917, 20. Azərbaycan dilinin Cənubi Azərbaycan ərazisində dövlət dili elan edilməsi bu 1941-46-ya gedəcək. Deməli 3-ə D. Əmək haqqında qanun bu da 1946-cı ildədir. E. Bura getdi. Deməli 1-ə isə 1905-11-ci illərə ilk dəfə əncümənlərin yaranmasıdır. Yəni 1-ə də B-ni götürür. 1B, 2C, 3D, 4A, Y variantı. Növbəti sual 38-ci sualdır. Səfəvi Osmanlı müharibəsinə aid 14-55-ci illər 1-ci Səfəvi Osmanlı müharibəsidir. Burada Səfəvilərin Şərqi və Cənub-Şərqi Anadolu ərazilərini itirməsi, çünki Saldıran döyüşündə məğlub oldular, ondan sonra ərazilər itirdilər. Təbrizin Sultan Səlimin qoşunları tərəfindən işğal edilməsi, Sultan Səlimin qoşunları Təbrizi tutması, əslində Sultan Səlimin hakimiyyət illəri 1512-20-dir. Çaldıran döyüşündən sonra bəli Təbrizi tutublar, B-ni də götürmək olar. Ərzincan müşavirəsi isə 1500-cü ildə keçirilib. Səfəvilər qoşuna baxış keçiriblər. C uyğun gəlmir. 1-ə A, B olan variantlar ancaq A və C variantındadır. Baxaq 2-yə. 78-90-cı illər 2-ci mərhələ Səfəvi Osmanlıların döyüşləridir. Çıldır döyüşündə Osmanlıların qalib gəlməsi 1578 doğrudur. 2-yə A uyğun gəlir. Amasya müqaviləsi ilə yekunlaşması 1555 bu 1-ci Səfəvi Osmanlı müharibəsidir. Şah 2-ci İsmailin hakimiyyət dövründə başlanması Şah 2-ci İsmail 1576-77-ci ildədir. Bu mərhələ isə Xudabəndənin dövründə başlayıb. Buna görə 2-yə bir dənə A-nı götürürük. 1-ə A, B, 2-yə A, 3-ə isə C. C variantı isə 1603-39-cu illərdə Şirvan və Gəncənin Osmanlılardan azad edilməsi Vəli Şah Abbasın dövründə olub. Sufyan döyüşündə Səfəvilərin məğlub edilməsi 1585 bu 1-ci Sufyan dediyinə görə deməli 2-ci mərhələyə gedir. Xorasanın azad edilməsi 1699-cu il. Bu 1599-cu il Şah Abbasın dövründə Səfəvi Osmanlı müharibəsinə aid deyil. Keçən 39-cu suala. 2-ci Vaçenin xristianlığı təbliğ etməyə başlaması, Albaniyada 457-63-cü illər Sasani dövlətinə qarşı azadlıq hərəkatının baş verməsi, bundan sonra isə Albaniyada 463-dən 487-yə qədər mərzbanlıq yaranıb. Doğru variant B-dir. Urnar xristianlığı dövlət dini 313-də elan edib. Məzdəkilər 481, 529. Ərəblərin Azərbaycan işğalçı yürüşü 7-ci əsr. Hamid döyüşü, Romalıların məğlub edilməsi 359. Qədim Manna dövlətinə aiddir. İranzu tərəfindən dövlətin əsasının qoyulması Udaki tərəfindən qoyulub. İskit tayfaları birlikdə Urartuya qarşı müharibə. Urartuya qarşı yox, Assuriyaya qarşı. Midiya dövlətinin tabe edilməsi, əslində Midiya Mannanı tabe edib. Ağsaqqallar Şurasının hökmdardan asılı olması doğru. 8-ci əsrin ikinci yarısında hakimiyyəti irsən keçib İranzudan başlayaraq doğru 4 və 5. D variantı. 41-ci sual. 19-cu əsrin 90-cı illərin 1-ci yarısı, 20-ci əsrin 90-cı illərin 2-ci yarısı. Azərbaycan 3-cü Respublika dövründə. Gəncənin tarixi adının
bərpa edilməsi 1989-cu il dekabr ayı 30-da 90-cı illərə düşmür. BMT-yə üzv qəbul olması 1992, bəli, düşür. Torpaq islahatı haqqında qanun 1996, bu 90-cı illərin ikinci yarısına düşür. 1-ə B. 90-cı illərin ikinci yarısı. NATO-nun sülhnaməyə tərəfdaşlığı 1994, ikinci yarısına düşmür. 95-dən sonra lazımdır. Konstitusiya Məhkəməsi 1998, deməli 2-yə B düşür. Bakı Subsaqar neft kəmərinin istifadəyə verilməsi 97-də çəkilib, 98-də istifadəyə verilib. Daha doğrusu 98-də çəkilib, 99-da istifadəyə verilib. Ona görə də doğru variantımız 2-yə B, C. 1-ə B, 2-yə B, C, Y variantı. Növbəti sual 42. 17-ci əsrdə Avropada iqtisadi sahədə merkantilizm siyasətinin meydana gəlməsinə təsir göstərirdi. Bu təbii ki, müstəmləkə işğalları və ticarətin inkişafı merkantilizm siyasətinin meydana gəlməsinə təsir göstərən əsas amildir. 43. Doğru cavabı müəyyən edin. Dərbənd əmrinin yaranması, Azərbaycan şimalında Sasani hakimiyyətinə son qoyulması. Dərbənd əmri 9-cu əsrdə yaranıb, Sasani hakimiyyətinə 7-ci əsrdə son qoyulub. Mərzban Məhəmmədin Azərbaycan torpaqlarını birləşdirməsi, Salarilər dövləti, Ərəb xilafəti arasında müharibənin başlanması, daha doğrusu burada Sacilər əslində Azərbaycanın birləşdirilməsi 917-ci ildə Ərəb xilafətlə müharibəyə başlamasına səbəb olub. Şəddadilər dövlətinin alanların yürüşünə məruz qalması 1062, Fəzl və Məhəmmədin Xudafərin körpüsü 1027-dir. Yəni 1062, 1027 uyğun gəlmir. Fəruzun Səlcuq dövlətini tabe etməsi 1066 və Səlcuqlar Azərbaycan tutulmasını başa çatdırıb, doğrudur. Azərbaycan Oğuz tayfalarının axınları baş verib, Bizans erməni feodallarının basqınlarının qarşısı alınıb, doğrudur. 4 və 5. Həm Rəvadi, həm Şəddadi dövründə. 1941-ci il iyun ayında SSR-yə hücum etməklə Molotov-Ribbentrop paktının şərtləri pozulub. 1939-cu ilin avqust ayında bağlanıb. SSR ilə Almaniya arasında bir-birinə hücum etməmək barədə. Lakin Almaniyanın SSR hücumu ilə bu pakt pozulur. Doğru variant C variantı. Növbəti 45-ci suala baxaq. 1924-cü ildə ABŞ tərəfindən hazırlanmış Davos planı bankir Charles Davos tərəfindən hazırlanmış plandır. Bu plana görə Almaniyadan alınacaq təzminatın ödənilmə vaxtının uzadılması, eləcə də Almaniyaya yardımlar edilməsi, istiqrazların verilməsi öz əksini tapırdı. ABŞ İsrail diplomatik münasibətlər 1933-dür. Atmosfer su altında nüvə silahları sınaqları qadağan olunması 63. Avstriyanın ərazi bütövlüyü Streza konfransı 1935. Yaponiyanın Sakit okeanda fəaliyyəti məhdudlaşdırır 1921-22 Vaşinqton konfransında. Uyğunluq gözlənilib, yəni doğru variantı tapaq. 46-cı sualda. Burada D variantını götürək. Bizansla Böyük Səlcuq dövləti arasında müqavilə imzalanıb 1170-ci illəri, yəni Malazgirt döyüşündən sonra Şərqi Avropa həmşərik Türk torpağına çevrilib. Bizans xərac ödəyirdi Səlcuqlara və hərbi yardım göstərməli idi. Qərbi Roma İmperiyasının varlığına son qoyulub 4-ün 90-cı illərində yox, 476, 5-in 70-ci illərində. Frank İmperatoru Böyük Karl ərəbləri məğlub etdi Poitiers döyüşündə. Poitiers 732-ci ildədir. Burada Karl Martel məğlub edib. Ona görə deməli Böyük Karla düşmür. Müqəddəs Roma İmperiyası meydana gəldi. Verdi müqaviləsi imzalanması nəticəsində Müqəddəs Roma İmperiyası Ottonun işğalları nəticəsində meydana gəlib. 962 Verdin isə 843-dür. Kordova xilafəti ilə mübarizə aparıb Bizans İmperatoru Justinian 6-cı əsrdə, Kordova xilafəti isə 8-ci əsrdə 756-cı ildə yaranıb. Ona görə Y variantı doğru variant deyil. Növbəti 47-ci suala baxaq. Xəritədə ulduzlarla verilmiş dövlətlərin tarixinin 18-ci əsrin 20-ci illəri. Bu Rusiya və Osmanlı.
18-20-ci illərində Səfəvilər dövlətinə ərazini işğal ediblər. B variantı. Niyə? Çünki burada 1722-ci ildən Pyotrun dövründən və eləcə də 22-23-cü illərdə Osmanlı dövləti Səfəvilər dövlətinə ərazisini işğal edib. Hətta özlərinə aid idarəçilik sistemi də qurmuşlar. 48. Xəzər dənizində Azərbaycan hərbi donanma yaradılmasında əsas rol oynayıb. Xalq Cümhuriyyətinin dövründə yaranıb və doğru variant Y-dir. İngiltərənin Xəzərdəki donanmasının bir hissəsini Azərbaycan Xalq Cümhuriyyətinə verməsi. İngilislər Thomson başını tərk edərkən Xəzər donanmasının bir hissəsini Azərbaycan Xalq Cümhuriyyətinə verir və bununla da hərbi donanma yaranır. İlk dəfə hərbi donanma Xalq Cümhuriyyətinin dövründə yaranıb. Mərziban Məhəmməd tərəfindən donanma yaradılması xeyir. İlk dəfə sahillərdə ticarət gəmiləri üzməyə başlayıb. Hərbi gəmilər olmur. Azərbaycan Xəzər dənizində ilk dəfə hərbi müdaxiləyə məruz qalması xeyir. Türkmənistan müqaviləsində Xəzər dənizinə çıxışın Rusiyaya qadağan edilməsi əslində Rusiyaya verilmişdi. Nadir Şah Əfşarın Avropa dövlətləri hərbi gəmilər alması donanma yaratmaq istəyir, lakin Osmanlı dövləti ilə başlayan müharibə buna mane olur. Qızılor dövlətinin əsası qoyulub. Bilirik ki, 1243-cü il, yəni 13-cü əsrdə, bu da ki, Batıxanın işğalları nəticəsində qərbə doğru yürüşlər nəticəsində doğru variant Y-dir. Onun qurultayına əsasən Monqol dövləti, Hülaküxün Azərbaycan işğal etməsi ilə Hülakülər dövləti, 13-cü son 14-cü əvvəllərində xeyir, Abbasilər xilafəsinin varlığına isə 1258-də son qoyulub. Daha doğrusu 1357-də son qoyulub və bu da Qızıl Ordu dövlətinin yaranmasına gətirib çıxartmır. 50-ci sual. Şimali Azərbaycanda Demokratik Hərəkatı 1905-7-ci illər dövrünə aid olanları müəyyən edin. Muxtariyyət tələblərinin irəli sürülməsi ola bilər. Hətta qəzetlər də burada muxtariyyət tələb edirdilər. Milli siyasi partiyaların təşkilatların formalaşması, bəli, 1905 deməli siyasi partiya Qeyrət və 1903-cü il Müsəlman Gənclik Partiyası təşkilatının formalaşmasını götürə bilər. 1-2, doğru variant A variantı. Azərbaycan milləti ifadəsi Kəşkül qəzetində 1891-də işlənib. Milli Azadlıq Hərəkatının əsasının qoyulması əslində 1875-ci ildən qoyulub və mərhələlərə bölünür. Ona görə 19-cu əsrdə olmaz. İlk ümumi tətil isə burada biz Bakıda tütün fabrikində çalışanların tətilləri 1895. Eldənizlər dövləti mövcudluğu dövrünə uyğun gəlir. 1136, 1225. Qazan xanın məhkəmə rabitə sayəsində islahatlar keçirilməsi. Qazan xan 1295-ci ildə hakimiyyətə gəlib, düşmür. Azərbaycan əhalindən gecit vergisi Sasanilər dövründə alınıb. Şərqə doğru baş vermiş xas yürüşlərinin sona çatması. Xas yürüşü 1270-ci ildə sona çatıb. 8-ci xas yürüşü. O da 13-cü əsrin sonlarına doğru gedir. Yəni Eldənizlərə düşmür. Terek döyüşünə Teymurlərin qalib gəlməsi 1395 Eldənizlərə düşmür. Böyük Monqol dövlətinin yaranması 1206 düşür. Doğru variant Y. Baxaq 52-ci sual. Azərbaycanda Mezolit dövrünün yenilikləri Neolit dövrünə davam etdirilməsi nəticəsində istehsal təsərrüfatı formalaşırdı. İstehsal təsərrüfatına keçid Mezolitdə qoyulub. Neolitdə isə istehsal təsərrüfatı formalaşır. Biri götürək. Müxtəlif heyvanlar əhliləşdirilirdi. İkini də götürmək olar. Metaldan məişət əşyaları yalnız Neolitdə. İkincilikdə qoşqu heyvanları Tunc dövründədir. 5-i çıxırıq. 3-ü çıxırıq. Qalır 1-2, 2-4. Qəbilədə qadınların mövqeyi güclü idi. Mezolitdə də, Neolitdə də qadınların mövqeyi güclü olub. Lakin Mezolit dövrü yenilikləri deyil, qəbilədə qadınların mövqeyinin güclü olması. Ona görə biz burada 1-2-ni götürə bilərik. Doğru variant D variantı. Xronji arıcılıq, Ərəb xilafətinin meydana gəlməsi 630, Dəndənəkan 1040. Ərəblərin Qərbi Avropa yürüşlərinin qarşısına alınması 732 Poitiers. Bu da xronji arıcılıq onda 1, 3, 2. Növbəti 54. 20-ci əsrin əvvəllərində Böyük Britaniya
Fransada Mərakeşin hakimiyyətini tanıdı. Fransanın Mərakeşdə hakimiyyətini tanıdı. Bəli, bu Antanta sazişinə əsasən 1904-7, deməli biri götürdük. Cənubi Afrikanın işğalını başa çatdırdı Bur müharibəsində 1902-də 899-dan başlayıb. Cənubi Saxalin Manzuriyanın şərqi sağlığı nail oldu. Bu Rus-Yapon müharibəsində Yaponiya 1904-5. Hindistan uğrunda mübarizə başladı. Bu 19-cu əsrdədir. Ona görə 1-2-ni götürürük. 55. Eradan əvvəl 3-cü əsrə aiddir. Atropatena dövləti Selevkilərin işğalına məruz qalıb. Eradan əvvəl 223 düşür 1. Karfagen Romaniyətinə çevrilib. Eradan əvvəl 146 2-ci əsrə düşür. Alan tayfaların Albaniya ərazisinə hücumlarının başlaması bizim eranın 72-74 ən böyük yürüyüşü. Yəni 1-3-cü əsrlər bu düşmür. Hindistan Vahid halda birləşdirməsi Aşoka 3-cü əsr düşür 1 və 4. Növbəti 56-cı sual. Azərbaycan 1-ci, 2-ci Respublika tarixlərinə aid oxşar cəhət 1918 və 20-ci illər 1-ci Respublika, 2-ci Respublika 1920-91-ə kimi. Bax, Konstitusiyanın qəbul edilməsi xalq cümhuriyyətinin dövründə Konstitusiya yoxdur, amma 2-ci Respublikaya düşür. Gürcüstan Azərbaycana qarşı ərazi iddialarının olması bəli doğrudur 2. Torpaqların kəndlərə pulsuz paylanması. Xalq cümhuriyyəti torpaq islahatı keçirmək istəyib, amma yarımçıq qalıb 3 səhvdir. Latın qrafikaya keçirilməsi. Xalq cümhuriyyətinin dövründə keçid haqqında fərman verilib, lakin keçirilməyib. Tədrisin Azərbaycan dili olması bəli 5, 2 və 5. Soyuq müharibə dövrü 1946-1991. Türkiyə Respublikası 1923-cü ildən olub. Baxaq, burada əsas soyuq müharibə dövrünə fikir vermək lazımdır. Truman doktrinin əsasında hərbi yardım alıb 1947-də bəli götürmək olar. 1-ə A. Brext planının irəli sürülməsi 2016-20, yəni ayıbdan çıxır İngiltərə. Bu 20 soyuq müharibə dövrünə düşmür. Falkland adalarına sahiblik uğrunda mübarizə 1982 Margaret Thatcher'in dövründə Argentina ilə, deməli 2-yə biz C-ni götürə bilərik. Soyuq müharibə dövrünə düşür. Yunanistana Enolis siyasətinə qarşı Kipr adasına qoşu 1974 Türkiyə aiddir. 1-ə biz D-ni də götürək. Soyuq müharibə dövrünə də düşür. Montreux konfransının boğazlara dair üstünlük Türkiyə aiddir. 1936 olduğundan bu soyuq müharibə dövrünə düşmür. 1-ə A, D, 2-yə C. İşte situasiya suallarına 19-cu əsrin əvvəllərində Qacarlar dövləti Cənubi Qafqaza ərazi iddiaları Çar hökumətinə sıxıntımlar artmağa məcbur etdi. Şərqi Gürcüstan işğal edilməsi ilə Azərbaycanın Qazax borçları ərazilərə keçirən Rusiya diqqətini Çar-Balkan cəmiyyətinə yönəltdi. Bölgənin coğrafi mövqeyi xüsusi əhəmiyyət daşıyırdı. Yerli əhalinin dağlıq xalqlarına birgə müqaviməti buranın işğalını çətinləşdirirdi. Qanıq çay sahilində döyüşdən sonra Çar komandanlığı yerli əhali ilə razılaşmaq haqqında qərara gəldi. Tərəflər arasında imzalanan sənəd ilə cəmaətli Rusiya himayəsi altına keçdi. Bununla da Azərbaycan çərlərinə doğru irəliləməsinə mühüm addım atıldı. Azərbaycan tarixi 7 cildlik 4-cü cildindədir. Bu 19-cu əsrdəndir. Baxaq suallara. Mətndə bəhs edilən dövrdə Azərbaycan torpaqlarının işğalını sürətləndirən əsas amil vahid dövlətin olmaması. Yəni parçalanmış haldaydı. Vahid dövlətin olmaması. Mətndə bəhs olunan sənədin şərtlərinin ikisini yazın. Bu andlı öhdəlikdir. Andlı öhdəliyə görə ipəklə xərac verməli idi Çar-Balkan Rusiyaya. İpəklə xərac. İkinci götürə bilərik. Rus qoşunlarının Çar-Balkan ərazisində yerləşdirilməsi. Üçüncü, əmanət rəmzi olaraq girovların verilməsi. 60. Bəhs olan dövrdə Qacarlar dövlətinin Rusiyanın işğalçı hərəkətə keçirməyə vadar edən vətnə verilməyin səbəbi. Bu 1800-cü ildə Qacarlar dövləti ilə İngiltərə arasında 1801-ci ildə Malkolmun nümayəndəsi ingilislər və Qacarlarla Fətəli Şahın dövründə müqavilə imzalanıb və müqaviləyə görə də İngiltərə Qacarları himayə götürdü və xarici hücumlardan qoruyub dəstəklər verirdi, qorumalı idi. Ona görə də bu Rusiyanı, Cənubi Qafqazın işğalını keçməyə sürətləndirən əsas amildir. Diqqətinizə görə çox sağ olun. Deməli, bizim genəllik hazırlıq qrupumuza tarix fənni üzrə yazılmaq istəyənlər deməli elə bura və bu nömrə ilə əlaqə saxlaya bilərlər.
050 389 98 06. Uğurlar.